Tərəflərin münaqişənin sülh yolu ilə nizamlanması üzrə davam edən təmaslarına baxmayaraq, ABŞ İrana zərbələr endirməyə davam edəcək. Bu barədə Ağ Ev rəhbəri Donald Trump bildirib. İndi onların elə bir şansı var ki, bununla da İran nüvə ambisiyalarından tamamilə imtina edəcək və yeni bir yol müəyyənləşdirəcək. Biz onların bunu etmək istəyib istəmədiklərini görəcəyik. Əks halda biz onların ən pis kabusu olacağıq. Hələlik isə onlara zərbələr endirməyə davam edəcəyik. Heç nə bizi dayandıra bilməyəcək. Trump münaqişə nəticəsində neft qiymətlərinin daha da yüksələcəyini gözlədiyini, lakin qiymətlərin ehtimal ediləndən daha az artdığını diqqətə çatdırıb. O qeyd edib ki, davam edən müharibə uzun çəkməyəcək. Biz onların raket qurğularının 90%-ni və bəlkə də raketlərin 90%-dən də çoxunu məhv etmişik. Razılaşma əldə etmək üçün yalvaranlar onlardır. Mən deyiləm. Əslində onlar axmaq deyillər. Çox ağıllıdırlar və çox gözəl müzakirə apara bilirlər. ABŞ-nin yaxın şərqdə 17 hərbi bazası məhv edilib. Belə bir məlumatı isə İran Silahlı Qüvvələrinin baş qərargahı yayıb. Vurğulanıb ki, bundan başqa İsrail Hərbi Hava Qüvvələrinin komandanlıq mərkəzi, iclasların keçirildiyi məkanlar, nüvə alimlərinin toplandığı mərkəz, hərbi sənaye tədqiqat mərkəzi vurulub və bunların hamısında ağır itkilər qeydə alınıb.